Doğrudan 50 il bundan əvvəl aya pilotlu səfər etdiyimiz halda, indi niyə aramsız uçuşlar təşkil edə bilmirik? Bəlkə həqiqətən bu bir ssenaridir. Bəlkə də həqiqətən konspiroloqların dediyi kimi NASA bizi aldadır. Gəlin aydınlaşdırmağa çalışaq. Əvvəla aya pilotlu səyahətlər kosmik məbləğə başa gəlir. Bu səbəbdən biz ora artıq insan yox, tədqiqatçı robotlar göndəririk. 50 il bundan öncə NASA'nın büdcəsi buna imkan verirdi. İndi isə həmin büdcədən əsər əlamət qalmır. Çünki bəhs olunan illərdə SSRİ ilə aparılan soyuq müharibə həm də kosmik sahədə fəallaşmışdı və kim kosmosu ilk fəth etsə, o da bu yarışın qalib olacaqdı. İkincisi isə bu səfərlər insanlar üçün çətin və təhlükəlidir. Əvəzində isə roverlar bu işi daha ucuz, asan və cəld icra edirlər. Xülasə, maliyyə, ekipaj, soyuq müharibə və kosmosun fərqli məsələləri bu yarışda əhəmiyyətli rol oynayır. Üstəlik bu səfəri dünya səviyyəsində minlərlə həvəskar və professional astronom izləyir. Və onların heç biri həmçinin dünya elm ictimaiyyəti və başda SSRİ olmaqla qeyri-dövlətlər bu missiyanı təqzib etmədi.